Salam, mən Aygün Qurbanova. Bugün sizə məhəllim planı, miqyas və azimutdan qısa qeydlər şəklində danışacağam. Gəlin birinci şəklə baxaq. Görürük ki, burada müəyyən bir ərazinin yuxarıdan görünüşü təsvir edilib və bu da məhəllim planı adlanır. Bəs məhəllim planının qlobusdan və xəritədən fərqi nədən ibarətdir? Ümumiyyətlə, planda kiçik ərazilər təsvir olunur və planda coğrafi koordinatlar təsvir olunmur. Coğrafi koordinat dedikdə biz növbəti dərslərimizdə öyrənəcəyik. Meridian və paralellərdən söhbət gedir. Amma xəritədə isə böyük ərazilər təsvir olunur. Gəlin burada baxaq. Planda nə göstərilir? Planda yolların tikintisi, su hövzələri, yaşıllıqlar və digər obyektlər göstərilir. Planın əsas üstünlüyü odur ki, kiçik ərazilər detallı görməyə imkan verir və plan şərti işarədən, miqyasdan, bir də ki, istiqamətdən ibarətdir. Bu haqda da danışacağıq və diqqətlə baxsaq görəcəyik ki, burada bir plan təsvir olunub, müəyyən bir ərazinin planı. Amma biz hələ ki, dərsin əvvəlində olduğu üçün bu planı oxuya bilmirik. Növbəti dərslərdə isə bunu oxuyacağıq. İndi keçirik şərti işarələrə. Ümumiyyətlə, müəyyən bir, belə deyək də, obyektləri təsvir etmək üçün şərti işarələrdən istifadə olunur. Məktəbdir, yoldur, körpüdür, meşədir və digər obyektləri göstərmək üçün istifadə olunur. Və bu şərti işarələri də bu şəkillərdə gördüyünüz formada olur. Burada, məsəl üçün, barxan var. Barxan gələcəkdə öyrənəcəyik ki, qum təpələrinə küləyin bir istiqamətdə vurması nəticəsində yaranan aypara şəkilli bir relyef formasıdır. Və buradan diqqətlə baxırıq ki, məsəl üçün, enliyarpaqlı meşə, daha sonra seyrək meşə, kolluq, qırılmış meşə, şose yolu, taxta körpü, metal körpü və s. bunların işarələri verilib və biz bu işarələri mütləq şəkildə öyrənməliyik. Çünki bu bizim həm də planı oxumağımıza, onu anlamağımıza kömək edir və şərti işarələr özləri 3 qrupa ayrılır. Konturlu, xətti, bir də ki, miqyassız. Konturlu şərti işarələrlə bir obyektin, belə deyək, sahəsi müəyyən olunan obyektlər təsvir olunur. Məsəl üçün, burada qırılmış meşəni, kolluğu, seyrək meşəni, bataqlığı, qarışıq meşəni misal göstərə bilərik. Bir də var xətti miqyas, daha doğrusu xətti şərti işarələr düz xətt boyunca uzanan obyektləri göstərir. Məsəl üçün, şose yolu, dəmir yol və s. Bir də var miqyassız. Miqyassız şərti işarələrlə biz yalnızca və yalnızca hər hansı bir obyektin yerini müəyyən edə bilərik. Buna aiddir metal körpü, taxta körpü, məktəb, tək ağac, külək dəyirmanı və s. İndi keçirik plan almanın üsulları. Plan alma havadan, bir də ki, yer üstü olur. Havadan dronlarla edilən plan almadır. Bir də var yerüstü plan alma. Yerüstü plan almada da 2 cür olur. Dəqiq və gözəyarı. Dəqiq planı alma, bu sol və teodolit cihazlarının köməyi ilə aparılır. Bu sol və teodolit, bunu yadınızda saxlayın. Gözəyarı plan alma isə 2 üsul var. Qütb üsulu, bir də ki, marşrut üsulu. Əgər bir nöqtədən baxıb biz ətraf əraziləri görə biliriksə, bu artıq qütb üsuludur. Məsəl üçün, olduğumuz otağı, evimizin mətbəxini, sinif otağını qütb üsulu ilə. Amma əgər biz bütöv məktəbi plan alırıqsa, bu zaman marşrut üsulundan istifadə edirik və marşrut üsulunda da açar söz və açar cümlə odur ki, bir neçə nöqtə, amma qütb üsulunda isə bir dayanacaq idi. Bu da plan almanın növləridir. Daha sonra miqyas. Miqyas coğrafiya üçün bir fiziki kəmiyyətdir və ərazinin neçə dəfə kiçildildiyini göstərir. Miqyasın 3 növü var. Ədədi miqyas, bu göründüyü kimidir.
İzahlı miqyas ədədi miqyası izah edir. Bir də var xətti miqyas. Xətti miqyas müəyyən şkalalarla göstərilir. Məsələn, burada 0-dır, 5-dir, 10-dur, 15-dir və s. bu şəkildə davam edir. Yəni, bu gördüyünüz birinci miqyas ədədi, ikinci miqyas izahlı, üçüncü miqyas isə xətti miqyasdır. Və belə bir qızıl qaydamız var ki, demək, miqyasda müəyyən bir ərazidə santimetrdən metrə keçmək üçün 2 sıfır silirik, yəni 100-ə bölürük. Santimetrdən kilometrə keçmək üçün 5 sıfır silirik, yəni 100 minə bölürük. Daha sonra gedirik miqyasda məsafə hesabı. Burada da bəzi düsturlarımız var. Baxın, həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Bir də var həqiqi sahə. Həqiqi sahə də bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Buna aid də dərsdə çoxlu praktiki tapşırıqlar işləyəcəyik. İndi gəlirik azimut. Azimut var, bir də ki istiqamət var. İstiqamətlər qərb, şərq, şimal, cənub və s. olur. Azimut isə onun dərəcə ölçüsüdür. Və əsas istiqamətlərimiz var. 0 ya da 360 dərəcə şimal, 180 dərəcə cənub, 90 dərəcə şərq, 270 dərəcə isə qərb istiqamətidir. Və bunlar əsas cəhətlərdir. 4 əsas cəhət var. Bir də aralıq cəhətlərimiz var. Əsas cəhətlərin arasında yerləşir. Məsəl üçün, bu şimal istiqamətidir. Bu da şərq istiqamətidir. Bunun aralıq cəhəti olur şimal-şərq və dərəcəsi də 0 ilə 90-ın arasında olan ədəd, yəni 45 dərəcəyə bərabərdir. Və azimutu təyin etmək üçün biz kompas adlanan cihazdan istifadə edirik. Kompası düz xətlə saxlamalıyıq. Getmək istədiyimiz obyekti müəyyən etməliyik və saat əqrəb istiqamətində, yəni bu formada bucağı ölçməliyik və daha sonra azimutu qeyd etməliyik. Və əsas məsələ, əgər səyyahın getdiyi dərəcə 180 dərəcədən böyükdürsə, geri qayıtma yolunu tapmaq üçün ondan, həmin ədəddən 180-i çıxırıq. Yox, səyyahın getdiyi istiqamət 180-dən aşağıdırsa, kiçikdirsə, onun qayıtdığı dərəcəni tapmaq üçün 180 ilə toplayırıq. İndi keçirik bugün 3 əsas anlayış öyrəndik. Plan, miqyas, bir də ki azimut və hər üçü də ərazini xəritədə düzgün oxumağın əsaslarıdır.